Respublikamızın təhsil sistemində tətbiq olunan Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası sənədində, həmçinin təhsilin inkişafı üzrə dövlət strategiyasında və digər normativ hüquqi aktlarda məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, təlim və tərbiyənin dinamik inkişafını təmin etmək məqsədi ilə mühüm müddəalar öz əksini tapıb. Onların içərisində təhsil müəssisələrində interaktiv təlim metodlarından, informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək əsas yer tutur. Bu baxımdan Bakının Səvail rayonundakı 7 nömrəli məktəbdə aparılan təhsil islahatları, dərslərin müasir tələblər səviyyəsində tədrisi təqdirə layiqdir. Məktəbdə şagirdlərin intellektual inkişafı, dərslərin müasir standartlara uyğun elektron vasitələr və texnoloji proqramlar əsasında keçirilməsi, məktəblilərin istedad və qabiliyyətlərinin reallaşması üçün hər cür şərait yaradılıb. Bütün bunlar şagirdlərin yaxşı oxumasına, bir şəxsiyyət kimi formalaşmasına və öz fikirlərini azad, müstəqil şəkildə ifadə etmələrinə şərait yaradır. Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb zəngin tarixə malik olan və özünün müasirliyi ilə ən öndə gedən qabaqcıl məktəblərdən biridir. 1928-ci ildə hələ Məmməd Rahim adına tam orta məktəb ibtidai orta məktəb kimi fəaliyyətə başlamışdır. Lakin 1977-ci ildə xalq şairi Məmməd Rahimin 70 illik yubileyi münasibəti ilə bizim məktəbimizə xalq şairi Məmməd Rahimin adı verilmişdir. 2008-2012-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması proqramı çərçivəsində ölkəmiz elektron məktəb layihəsinə daxil olmuşdur. Elə həmin illərdə də yenə də Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması proqramı çərçivəsində bizim məktəbimiz bir şagird, bir kompüter layihəsinə daxil edilmişdir və Intel Korporasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əlbəttə ki birgə dəstəyi ilə hər bir şagirdə həm evdə, həm də məktəbdə istifadə üçün netbooklar paylanmışdır. Təhsil müəssisəsində yeni təlim metodlarının tətbiqi, kurikulum islahatları da uğurla davam etdirilir. Müasir təlim üsulları ilə keçirilən dərslər şagirdləri düşünməyə, axtarışa sövq edir. Onların dünya görüşünü və intellektual səviyyələrini, həmçinin oxu və nitq mədəniyyətlərini də inkişaf etdirir. Məktəbdə siniflərin və fənn kabinetlərinin metodik və elektron vasitələrlə təchizatı, həmçinin bir şagird, bir kompüter layihəsi də uğurla davam etdirilir. Müasir məktəb yalnız proqramla verilmiş bilik və qaydaları mənimsətməyi deyil, həm də onların öyrəndiklərini müstəqil həyatda tətbiq etmək bacarığını formalaşdırmalıdır. Bu baxımdan ixtisasından və peşə fəaliyyətindən asılı olmayaraq hər bir müəllimin üzərinə böyük məsuliyyət düşür. Onlar şagirdlərə idrak fəallığı və liderlik mövqeyi aşılamağı bacarmalıdır. Dərs prosesində, təlim prosesində şagirdlərimizi yalnız akademik biliklərlə, kitab daxilində olan biliklərlə savadlandırmağa çalışmırıq. Eyni zamanda onları ölkəmizin gələcəyini gözəl vətəndaşı kimi, əsl insan kimi, əsl vətəndaş kimi hazırlamağa da çalışırıq. Bütün bunları həyata keçirməkdə təbii ki, hər bir pedaqoqa, təhsil işçisinə aydındır ki, məktəbdə keçirilən əlavə tədbirlərin çox böyük xüsusi çəkisi var, çox böyük rolü var. Ona görə biz bu sahədə xüsusi diqqət ayırırıq. Keçən dərs ilində məktəbimizdə çox rəngarəng, əlvan əlavə məktəbdən və sinifdən kənar tədbirlərin keçirilməsinə nail olduq. Bu tədbirlərdə məsələn şairlərlə olan görüşlər, alimlərlə olan görüşlər, müxtəlif disputlar, aktyorlarla olan görüşləri nümunə çəkə bilərik. Bunlar hamısı şagirdlərimizin fəallığı ilə keçirildi və interaktiv olaraq şagirdlərimizin böyük maraq dairəsinə səbəb oldu. Mən özüm onların tədbirlərinin hər birində iştirak eləmişəm. Həm valideynlər, həm şagirdlər bu tədbirlərdən çox məmnun qaldılar.
və gələcəkdə də bu tədbirlərin keçirilməsini biz planlaşdırırıq. Çünki bunlar şagirdləri dərsdən kənar keçirilən bu tədbirlər həm şagirdlərin sosial biliklərinin ötürülməsinə, bir-birinin ötürülməsinə şərait yaradır, həm fikir yürütməyə, həm analiz, sintez etmək bacarıqlarını ortaya çıxarır, həm də biz şagirdlərimiz belə tədbirlərdə daha gözəl tanıya bilirik. Bu yüzden mənə belə gəlir ki, bütün müəllimlər bu təhsil ocaqlarında bu sahədə xüsusi fikir versələr, böyük nailiyyətlər əldə edə bilirlər. Ötən tədris ilində buranı bitirən məzunların 80%-i tələbə adını qazanıb. Qəbul imtahanlarında 6 məzun 600-dən, 12 nəfər isə 500-dən yuxarı bal toplayıb. İdman yarışlarında və fən olimpiadalarında qazanılan uğurlar da təqdirə layiqdir. Məktəbdə bir sıra pilot layihələr həyata keçirilir. Bütün bunlar məktəbdə şagirdlər üçün yaradılan şəraitin, zəngin iş təcrübəsinin və müasir təlim metodlarına yaradıcı münasibətin nəticəsidir.